bundan söhbət gedir ki, dünya dalana dirənib. Nəyi düzəltməli ki, vəziyyət dəyişsin? Nələri düzəltməliyik? Dünya gözəldirsə də insanın əməyinin nəticəsidir, deyilsə də insanın əməyinin nəticəsidir. Doğru ilə faydalı toqquşarsa nə etməli? Frankl deyir ki, xoşbəxtlik qardaşım, doğru qurulmuş həyat tərzinin yan təsiridir. Bəs nə etməli? Nə etsək biz düzəlməyə doğru gedə bilərik? Forma yoxsa məzmun? Bundan danışmaq istəyirik. Giriş olaraq belə deyim ki, baxın, bu təlimin məqsədi nədir? Hər yerdə bundan söhbət gedir ki, dünya dalana dirənib. Dünya pis bir vəziyyətə gəlib çıxıb. Çətinləşib həqiqətən də, yaşamaq çətinləşib və çox eybəcər bir forma alıb dünyamız. Bunu az qala hamı deyir. Dünyanın müxtəlif istiqamətlərində yaşayan fikir adamları, düşüncə adamları təbil zəngi çalır hamısı ki, həqiqətən də dünya dalana dirənib, buhara gedir, günü-gündən betər vəziyyətə düşür və s. Bu aydın bir mövzudur. Mən həmişə deyirəm ki, biz öz çapımızda çıxış yolu göstərməliyik. Yaxşı, nə etmək olar? Nə etmək olar ki, bu düzən, bu vəziyyət dəyişsin? Nəyi düzəltməli? Nəyi düzəltməli ki, vəziyyət dəyişsin? Nələri düzəltməliyik? Nə dəyişməlidir? Bilirsiniz, dünya ona görə bu vəziyyətə düşüb ki, nəsə yerini dəyişib, nəsə tərsəməssəb gedib, nəsə tərsabad olub, nəsə alt-üst olub. Deməli, belə bir söz var, qaytar yerinə ayı, günəşi şeirdə var da. Nəyi yerinə qaytarmaq lazımdır? Nəyi düzəltmək lazımdır ki, dünya düzəlsin? Belə bir pritsa danışırlar. Deyir ki, bir gün ata oğluna söz verdi. Dedi ki, işə gedirəm, evə qayıdandan sonra uşaq israr edir, gəzmək istəyir. Dedi, gedim gəlmişdən söz verirəm sənə, mütləq səni gəzməyə aparacam. Və ata işdən qaydanda düşündü ki, uşağın bəlkə yadından çıxıbdı, amma uşaqlar elə olmurlar. Qapını asan kimi gəldi ki, ata qayıtdın, gedirik gəzməyə. Ata da yorğun, arğın işdən gəlib, vəziyyət çətindir. Fikirləşdi ki, bir yol düşünüm, uşaq inciməsin, amma həm də başı qarışsın. Gəldik, girdik içəri, gördüm masanın üstündə bir qəzet var. Qəzetdə də dünyanın xəritəsi var. Yəni, qəzetdə dünyanın xəritəsi əks olunub. Götürdü o qəzeti, bir 7-8 yerə parçaladı, qoydu. Uşağa dedi ki, 4-5 yaşında uşaqdır. Dedi ki, oğlum, əgər bu xəritəni əvvəlki halında düzəltsən, mən səndən gedəcəm gəzməyə, ata səndən gedəcək. Fikirləşdi, uşaqdır da, bu nə bilir, xəritə, dünya xəritəsi falan. Qoydu masanın üstünə, getdi, rahat uzanmışdı, üstündən 5 dəqiqə keçmişdi, uşaq gəldi ki, ata, xəritə hazırdır. Bu da nagöl, fikirləşdi ki, görəsən nədir, gəldi, belə baxdı, gördü, həqiqətən də uşaq, bu neçə yerə parçala, tikə parça elədim dünya xəritəsini, uşaq düzəldib də, ata əyildi qarşısında ki, mən bir geyni ilə yaşayıram, bir dahi ilə yaşayıram, bu nədir, bunu necə elədin təzminə? Uşaq dedi ki, yox ata, bir şey yoxdur. İndi onları şeylə yapışdırıb da, düzəldib, həm də yapışdırıb. Əlinlə saldı qəzeti, bu tərəfə çevirdi. Dedi ki, ata bax, qəzetin bu tərəfində insan şəkili var idi. Mən insanı düzəltdim, nəticədə dünya düzəldi. Belə bir pritsa. Həqiqətən də insan düzəlməlidir. Bu ümumi sözdür. Biz deyirik ki, nə düzəlməlidir? İnsan düzəlməlidir. Dünyanın düzəlməsi üçün dağ, daş, nə bilim, divarlar, filanlar deyil, insan düzəlməlidir. Başqa canlılara baxın, həmən şeydir. Bir qarışqaya baxın, 1000 illiklərdə həmən şeydir, həmən yuvadır, həmən buğda parasıdır, daşıyır filan. Yəni, onun qaydacaq bir yeri yoxdur. Heyvanat aləminə baxın, kainata baxın, insan düzəlməlidir. Bu ümumi sözdür, amma biz daha dərindən danışmaq istəyirik ki, insan nəyi düzəltməlidir ki, vəziyyət dəyişsin. Birinci məsələ odur ki, insanı özünə qaytarmaq lazımdır. Dünyanın vəziyyətinin düzəlməsini istəyiriksə, insanı özünə qaytarmalıyıq. Bu nə deməkdir? Mənim sevimli yazısım Lev Tolstoy, bəziləri oxumusunuz, yəqin ki, əsərlərini çox ciddi bir müəllifdir.
Çox gözəl əsərləri var. Onun məşhur bir sözü var, deyir ki, dünya pisdir, çünki mən pisəm. Dünya pisdir, çünki mən pisəm. Bu insanı özünə qaytarmaqdır. İnsanı özünə qaytarmaq. Bizdən soruşsalar ki, dünya niyə pisdir? Yəqin ki, çox şeyi, çox adamı günahlandıracağıq. Çox az adam olacaq ki, desin ki, dünya pisdir, çünki mən pisəm. Mən nə isə düz eləmirəm. Yəni, hamı belədir deyə heç nə düzəlmir. Hamı bir-birinə vəzifə təyin edir, onlar belə eləməlidir, filan kəslər belə eləməlidir, bu dəyişməlidir. Heç kim demir ki, mən nəyi eləməliyəm, mən nə edə bilərəm öz çapımda, öz əndazımda, mən nə iş görə bilərəm, dünyanın düzəlməsi üçün mən nə edə bilərəm? Sənin ixtiyarındadır, insanın ixtiyarındadır, insanlığın ixtiyarındadır məsələ. İnsan bunu başa düşməlidir. Dünya gözəldirsə də insanın əməyinin nəticəsidir, deyilsə də insanın əməyinin nəticəsidir. İnsana çox azadlıq verilir. Baxın, qəşəng bir maraqlı şey danışım sizə. Tibbdə yeni bir istiqamət var. Əslində Azərbaycan üçün yenidir. Halbuki 20-ci əsrin ortalarında ilk dəfə Kanadada yaranıb tibbdə bu istiqamət, təhsildə bu istiqamət, xüsusən tibbdə, tibb təhsilində bu istifadə olunur. PBL metodu deyirlər. Yəni problem mərkəzli öyrətmə, öyrənmə. Problem mərkəzli öyrənmə. Çox maraqlı bir şeydir, baxın. Təsəvvür edin, tələbələr qəbul olurlar universitetə. Onlar 5-6 nəfər qruplarla göndərilir, onların üzərinə problem göndərirlər. Pasiyent gəlir. Sən bugün universitetə qəbul olmuşsan, tibb üzrə. Sənə pasiyent göndərirlər. Sən problemlə tanış olursan və problemi çözməyə çalışırsan. PBL yazanlar bəlkə olar. Çox maraqlı bir istiqamət. Məsələn, 5-6 qrupsuz da, 5-6 nəfərsiz biri gedir, düşünür ki, məsələn, pasiyent gəlib tənginəfəsliklə müraciət edir. Bu tənginəfəsliyin səbəbi nə ola bilər? Heç bir tibbi təhsiliniz yoxdur, gəlmişsiniz, təzə qəbul olmusunuz, problemlə toqquşursunuz, konfrontasiya yarandı və bu zaman başlayır hərə öz istiqamətində araşdırmağa. Biri gedir, məsələn, ciyər məsələsini araşdırır, bu ürəkdən qaynaqlana bilər, filan ola bilər, filan. Çox araşdırmalar olur. Burada bir dənə bu qrupun üzərində bir nəfər var, fasilitator deyirlər buna, fasilitator. O kimdir? O bələdçidir, o köməkçidir. Lap tərcüməsi köməkçi. Fasilitator köməkçi. Özü də çox maraqlıdır. Deyirlər ki, ən yaxşı, ən mükəmməl fasilitator odur ki, o ən az müdaxilə edir. Müdaxilə yoxdur. Sadəcə çox ekstremal vəziyyətlərdə bəzən görəndə ki, lap belə yoldan kənara çıxır, orada nəsə belə. Hətta yaxşı fasilitatorlar səhv diaqnozun qoyulmasına belə göz yumurlar. Bəzən qrup səhv diaqnoz qoyub, ona da göz yumur, səhv diaqnoz qoysun, amma bunun özünü belə refleksiya eləyirlər. Necə oldu ki, siz səhv diaqnoz qoydunuz? Nəyin üzündən? Çox maraqlı belə bir istiqamətdir və araşdırmalar göstərir ki, məhz bu formada öyrənmə daha yaxşı olur. Nəinki sən gəlib 2-3 il hələ nəzəriyyə oxuyursan, sonradan səni praktikaya göndərirlər. Aydındır, yarımçıq bir şey olur. Amma sən problemlə üzləşirsən. Mən bunu gətirdim bir ilahi sistemə də baxanda, mənə görə ən böyük fasilitator elə Allahdır. Məhz fasilitatordur. Biz çox onu müdaxiləçi kimi təqdim etmişik ki, bunu belə elədi, orada falan. Halbuki fasilitatordur. Tam axıracan müdaxilə eləmir. Gözlür ki, insan özü geçsin. Özü də kitab sonradır. Kitab sonra olanda qiymətli olur. Səmavi təlimlər. Yəni, sən bir problemlə rastlaşırsan, sonra kitaba müraciət edirsən. Onu həll eləyə bilmirsən, onun həllini tapmağa çalışırsan. Kitaba belə gələnlər doğru gəlişdir, bu doğru yoldur, doğru yol xəritəsidir. O ki, problemlə qarşılaşmadan kitaba gəlib, kitabı doğru başa düşmür. Sən tibb kitabını oxuyursan, nəzəriyyə olaraq filan. Bir problemlə rastlaşıbsan, əlləşirsən, vurursan, həll eləyə bilmirsən, başa düşürsən ki, bununla bağlı hansısa kitablar var da, fasilitator burada sənə kömək eləyə bilir ki, hə, filan kitabxanada axtara bilərsən, filan kitabları oxuya bilərsən və s. Gedirsən, axtarırsan və müəyyən şeylər əldə edirsən. Bunu nəyə görə deyirəm? Allah
ən gözəl fasilitatordur. Yəni insan sənin ixtiyarına buraxıb, sən düzəltməlisən, sən dəyişməlisən, sən yaratmalısan, sən qurmalısan, sənin öhdəndədir. Bu qədər azadlıqlar verilib də. Problem var, buyur problemi həll elə. Fasilitator durub nəzarət edir ki, insan bunu həll eləsin. Yəni insanın rolu çox böyükdür. Və bunun üçün xüsusi bir şey düşünməyə də ehtiyac yoxdur. Bax, burada bunu demək istəyirəm. Dərhal fikirlərə o gələ bilər ki, mən nə edə bilərəm? Mən nə iş görə bilərəm? Mən adi fəhlə babayam, məsələn. Mən nə iş görə bilərəm ki, dünya dəyişsin? Hə? Mən nə iş görə bilərəm ki, vəziyyət düzəlsin? Bu, hamımızın ağlına gələ bilər burada. İndi mən buna cavab vermək istəyirəm. Bizim cəhdlərimiz akkumulativdir. O nə deməkdir? Bizim cəhdlərimiz müstəqil deyil bir-birindən. Mənim etdiyim bir yaxşılıq var, xırda bir yaxşılıq var. O bütün bəşəriyyətin etdiyi yaxşılığın üstünə gəlir. Siz böyük bir tərəzi düşünün, çox böyük bir tərəzi. Bir gözü şərdir, bir gözü xeyirdir. Suallar arasında bu da ola bilərdi ya. Xeyir yoxsa şər. Bir gözü şərdir, bir gözü xeyirdir. Və sizin ən xırda xeyriniz, ən xırda bir şeyiniz ümumi tərəzinin xeyir tərəfinə atılır. Cəhdlərin akkumulativliyi budur, baxın. Mən bilsəydim ki, cəhdlər müstəqildir, mən xırda gözəl bir iş görürəm. Bunun mənası nədir ki, nə olacaq ki, bununla dünya dəyişəcək? Deyirsən, yox, bununla dəyişməyəcək. Nəzərində al ki, cəhdlər müstəqil deyil, akkumulativdir. Məsələn, mən bir şey danışıram sizə. Çox sevimli, dəyər verdiyim bir şəxsiyyət var. Elizabeth Lucas adında bir mütəxəssisdir, logoterapevtdir. Viktor Frankl'ın tələbəsidir və həyatdadır, yaşayır. Elizabeth Lucas bir xanımdır, yaşlı xanımdır, amma çox mükəmməl kitabları var, yazıları var. O kitabların birində yazır ki, bir süpürgəçidən danışır, bir süpürgəçidən. Deyir ki, Almaniya hökuməti qərar verdi ki, bir süpürgəsini ki 25 il idi süpürgəçilik edirdi, təltif eləsin. Amma niyə? Ona görə ki 25 il idi süpürgəçilik edirdi, yox. Səndə və müəyyən müddətdən sonra hökumət görür ki, müşahidə edir ki, bu süpürgəçi, yəni zibil yığanda belə deyək, bu zibil qablarının içində nəsə eşələnir, müəyyən şeylər tapır. Məsələn, olur da yarım istifadə olunmuş, bəzən insanlar əsəbləşirlər, təzə əşyalarını atırlar və s. və s. Bu insan gedir, sən demə, onları zibil işinin kənarında işlərini görür, ondan sonra işinin biri də budur. Onları götürür, təmizləyir və bunu müşahidə ilə bu hara aparır? Gör ki, bir siyahı tutub özü üçün, aparır ehtiyaclı ailələrə, orada-burada paylayır. Və dövlət onu izləyir, gör ki, yorulmadan adam eyni şeylər edir. Və bir gün çağırırlar və adamı təltif edirlər. Baxın, görürsünüz, dünya necə inteqrativdir. Adam haçansa gözəl bir iş görüb, onu bir xanım mütəxəssis kitabında yazıb və mən bugün onu sizə danışıram. Kimsə bundan təsirlənir, gedir başqa yerdə danışır. Görürsünüz necə? Kiçik baxmamaq üçün bir örnək göstərmək istəyirəm də öz işimizə, öz əməlimizə. Bir onun içində gözəllik varsa, o bu formada yayılır, qəribə bir formada. Ona görə insan deməməlidir ki, mənim xırda işimlə nə olacaq? Dünya mı düzələcək? Dünya mı düzələcək? Buna əhəmiyyət vermək lazımdır ki, mən özüm olduğum yerdə nəyi daha gözəl edə bilərəm? Həqiqətin yaşaması üçün, cəmiyyət üçün, tamam mən bir insan kimi yaşayıram, müəyyən öhdəliklərim var, özümlə bağlı. Amma həqiqət üçün nə edə bilərəm? Yaxşılığın naminə, tərəzinin gözünə nə ata bilərəm? Akkumulativdir bunlar. Mənim də xırda paylarım olsun. O deyirlər, bu aşda mənim də duzum olsun və bu babətdən. Yəni bir böyük bir qazan kimi düşünün. Sizin atdığınız o bir azacıq nəsə, o ümumi gedəcək. Məsələyə belə baxmaq lazımdır. İnsan özünə qayıtmalıdır. Birinci məsələ budur. İnsanı özünə qaytarmaq lazımdır. İnsan özündə bir pay görməlidir, bir məsuliyyət hiss eləməlidir ki, nəsə dəyişsin, düzən dəyişsin. İnsana çox böyük bir pay düşür. İnsan özündən kənara çıxıb.
Ona görə dünya bu gündədir. İnsan özünə heç bir məsuliyyət tanımır. İnsan heç bir məsuliyyət hissi eləmir. Xüsusən də müəyyən dövrlərdə, məsələn, gənclik dövrlərində adam elə qınayır da, kimdənsə gözləyir. Niyə bu belədir, niyə filandır, niyə bəs mən ki? İnsan belə öyrəncəldir, qəribədir. Mən bunu bir dəfə demişəm. Deyəsən, Həzrəti Eşq kitabında yazmışdım bunu. Bir dəfə maşınla gedirik, davamlı olaraq küçəmizdən keçirik, oğlumla bir yerdə maşınla gedirik. Hər maşın çalaya düşəndə, küçədə bir çala var. Hər o çalaya düşəndə deyirəm ki, atına bir bedirə qumdan, torpaqdan nədir, ora tökmürlər. Hər düşəndə bunu deyirəm, hər düşəndə bunu deyirəm, fərqində deyiləm. Bir dəfə uşaqlar bəzən deyirlər, axı belə şillə kimi dəyər alın. Tündü belə təəssüf edir ki, ata biz niyə tökmürük ki o? Bir bedirə qumdursa, onu biz tökək də. Biz niyə tökmürük? Baxın, insan öyrəncəlidir ki, kimdənsə gözləyir, kimsə eləməlidir, kimsə düzəltməlidir. Sən özün nə edirsən? Filan məmur pisdir, filan kəs pisdir. Sən özün nə edirsən? Həqiqətin naminə, dünyanın düzəlməsi üçün, vəziyyətin biraz daha gözəl olması üçün sənin nə payın var? Sən nə edirsən? Bax, bu fərqindəliyə gəlmək. Bu fərqindəliyə gəlmək, bərəkəti də mən o İslamda, təsəvvüfdə olan bərəkət anlayışında belə başa düşürəm. Bərəkət yoxdan bir şey deyil. Bərəkət o deməkdir ki, cəhdlər akkumulyativdir. Sənin elədiyin xırda bir iş ona görə bərəkətli olur ki, o hansısa böyük işlərin davamıdır. O böyük işlərin üstünə gəlir. Məsələ belədir. Və onun bir enerjisi var, o yayılır. Düşünün, hesab günü sizinlə bağlı elə bir şeylər deyilir ki, gözəl şeylər də, yəni ki, siz belə eləmişsiniz. Filan ölkənin düzəlməsində xidmətlərinə görə Hüseyn qardaşım təltif edirlər. Azərbaycanın çiçəklənməsində, onun gözəlləşməsində xidmətlərinə görə filan. Sonra deyir, qardaş, mən nə harda çiçək, nə çiçək, mən çiçək görməmişəm. Ondan sonra izah edirlər ki, bax, məsələ bu da, sən öz çapında, öz məhəlləndə xırda bir iş görürdün. Amma bu dünya integrativdir də, bu ona fayda verdi. Onu görən insan səndən həvəsləndirdi. Mən də başqa öz sahəmdə bir gözəl iş görəcəm. Fərz eləyək də öz üzərimizdən götürək. Tamam, biz burada belə bir iş görürük, belə bir təlimlərimiz olur. Kimsə buradan maraqlanır, həvəslənirdir ki, mən də yazı yazacam məsələn. Nə gözəldir də paylaşmaq filan. Sabahları bundan daha mükəmməl bir nəfər gəlirdir ki, müəllim belə eləyir, gəlir. Elə var da bəlkə də aramızda insanlar ki, bura gəlir, baxırdır ki, nəyi daha yaxşı eləmək olardı ki? Məsələn, gələcəkdə mən bu işi daha təkmilləşdiririm. Mən elmi işimi yazanda, mənim ilk ali təhsilimdən elmi işim belə idi. Quran-ı Kərimin Azərbaycan dilinə tərcümələrinin təqdimi və tənqidi. Mən o müdafiədə iradlar bildirildi ki, bu olsaydı daha yaxşı olardı. O olsaydı, məsələn, mən 22-23 dənə tərcümə tapmışdım Azərbaycanda. Halbuki bu işə başlayanda düşünürdüm ki, Azərbaycanda 3 dənə, 4 dənə tərcümə olar da. Amma ciddi bir araşdırma var idi. Gördüm ki, o filan yerdə var, getdim onu tapdım filan. Bunların hamısını araşdırdım. Maraqlıdır ki, mənə bildirilən iradlardan biri də bu idi ki, bütün tərcümələri siz eləməmişsiniz. Bir neçə tərcümə var ki, qalıb. Mən onları tapmamışam. Mən orada durdum, özümü müdafiə edəndə dedim ki, bəli, bu ilk iş idi də. Həqiqətən də mənim gördüyüm bu iş ilk iş idi. Ona görə mən çox da narahat deyiləm. Bir cığır açdım. Mən əminəm ki, bundan sonra bu işi inkişaf elətdirənlər bu boşluqları da dolduracaqlar. Doğrudan da oldu. Mənim bu elmi işimə dəfələrlə müraciət oldu. Mənə icazə aldılar ki, belə-belə daha kamil formada, daha gözəl formada. Yəni, bizim işimizi götürürlər, kimsə həvəslənir, kimsə bizə onu deyir, kimsə heç bizə onu demir. Bəzən olur, məsələn, oxucu səxavətli olur da, dinləyici səxavətli olur, bölüşür. Ki, məsələn, müəllim, təsirləndim, getdim filan şeydə, mən də bunu elədim, orada belə danışdım, kimsə bunu deyir. Kimsə paxılçadır da, məsəl üçün, demir. Allah canı sağ eləsin. Əsas odur ki, gedir, eləyir gözəllikləri və düşünün, nə boyda nəticə olur da əslində. Nə boyda bir nəticə olur. İkinci şey ki, düzəlməlidir, bunu daha ürəklə danışacağım. İkinci şey ki, düzəlməlidir, dünya məzmunu buraxıb. Dünya ona görə bu gündədir. Yəni, demək olar ki, buraxıb da məzmunu. Demək olar ki, buraxıb.
az qala dünya məzmunu buraxıb. Dünya forma ilə məşğuldur. İndi inkişaf edən plastik cərrahiyyə əməliyyatları ki mövcuddur, çox inkişaf edib də. Mən həmişə deyirəm ki, bu bir nəticədir. Bu işin görünən tərəfidir. Bu işin üzdə olan tərəfdə, bəzən qınayırlar, belə. Bu işin üzdə olan, görünən tərəfidir. Dərində hər şey bu gündədir. Hər şey bu vəziyyətdədir. Dünya bütünlükdə plastik cərrahiyyə əməliyyatla məşğuldur. Ancaq forma, ancaq görüntü, ancaq necə görünürəm. Bu təbii nəticəsidir. Plastik cərrahiyyə bu dərinliyin üzdə olunan təbii nəticəsidir. Yəni bizim əsəbləşəcəyimiz şey o deyil. O aynadır da, elə bir aynada görürsən, bu nədir? Dərində böhran var. Böhran dərindədir. Dünya bütünlüklə məzmunu qoyub kənara. Dünyanın düzəlməsi üçün məzmuna qayıtmaq lazımdır. Biz öz çapımızda bunu bilməliyik. Öz çapımızda bunu bacarmalıyıq, məzmuna qayıdışı. Nə qədər gözəl işlər var zahirən. ehsanlar, xeyriyyə işləri, hətta zahir plasta əla. Məsələn, oruçluqda müxtəlif yerlərə çağırırlar da, iftar süfrələrinə getsən, fərqli iftar süfrələri var. Bəzi iftar süfrələrinə getsən, görürsən ki, formada ancaq məzmun yoxdur. Məzmun yoxdur. Amma bəzi iftar süfrələrini görsən, gedirsən, forma belə də, amma məzmun dərindir. Məzmun. Bir dənə misal deyirəm. Bir filosof var, Immanuel Kant, Alman filosofdur, böyük Immanuel Kantın böyük töhfələri olub fəlsəfiyə. Onun əxlaq nəzəriyyəsində danışdığı bir bəhs var. Məzmunu şərh etmək istəyirəm. Məzmun nə deməkdir? Məsələn, İmam Əliyə Peyğəmbərin bir tövsiyəsi var. Peyğəmbər İmam Əliyə tövsiyə edir. Düşünün də, tövsiyə edən Peyğəmbər, tövsiyəni eşidən İmam Əli, iki dəyərli şəxsiyyətdir. Deyir ki, ya Əli, insanlar çox iş görməklə məşğulkən, sən təmiz iş görməyə çalış. İnsanlar çox iş görməyə çalışırlar, amma sən təmiz iş görməyə çalış. Bu məzmuna çağırışdır. Bu insanın çox vaxtını alır. Bir başqa deyişində Peyğəmbərimiz deyir ki, möminin işi digərlərindən daha çoxdur. Niyə? Deyir, çünki mən belə improvizə edirəm də, çünki o işin təkcə zahirinlə yox, məzmununla da məşğuldur. İşin niyyətinlə də məşğuldur. İşin üxrəvi tərəfi, təkcə dünyəvi tərəfindən deyil, zahir plasından deyil, üxrəvi tərəfindən, yəni daha vacib, məzmun tərəfindən də məşğuldur. Baxın, Kant nə deyirdi? Kant deyirdi ki, baxırsan, məsələn, filosofdur, amma onun üçün də belə şey dəyər olub. O, əxlaqlı insanla bağlı danışanda kategorik imperativlərdən danışırdı. Immanuel Kant deyirdi ki, məsələn, bir insan əgər deyirsə ki, mən istəyirsənsə ki, cəmiyyətdə hörmətin olsun, dürüst insan olmalısan. İstəyirsənsə ki, insanlar sənə sayğı göstərsin, yalan danışma. Nə böyük, nə kiçik. Düzdür, belə şeylər çox eşidirik də. Biz belə insanlara yüksək dəyər veririk. Kant deyirdi ki, mənə görə bu insan bəlkə də yaxşı insandır, amma əxlaqlı insan deyil. Kant deyirdi ki, mənə görə əxlaqlı insan odur ki, onu bu şeyləri şərti cümlələrlə qurmur. Deyirsən ki, niyə sən doğru olmaq istəyirsən? Deyirsən ki, belə lazımdır. Çünki bu yaxşıdır. Mən həmişə bundan danışıram, çox danışıram, yaralı yerimdir. Al-ver. Xidmət. İstəyirsənsə ki, filan şey filan olsun, gərək ailənin xidmətində durasan. Ananın xidmətində durasan. İstəyirsənsə ki, məsələn, işlərin yaxşı getsin, belə çox pompalayırlar. Gərək anaya hörmət eləyəsən, valideynə hörmət eləyəsən. Yox, deyir, bu yaxşıdır, heç olmasa da,
Amma əxlaqlı insan elə demir. Deyir ki, niyə sən anan? Deyir ki, çünki onun xidmətində durmaq lazımdır. Başqa yolu yoxdur. Çünki mən bunu sevirəm. Çünki bu gözəldir. Bu çox əladır. Bu alverçi kafa büyünləri dünyanı bürüyür. Filan şey olsun istəyirsənsə filan olsun. Yox, bu deyil məsələ. Özünə görə, gözəlliyinə görə bu şey olmalıdır. Bu lazımdır. Bu qəşəngdir. Ailədə belə davran ki, belə olsun. Yox, baxın, bəzən bizə nəticələr göstərirsiniz, yanlış harda olur. Bəzi səmavi mətnlərdə bəzi nəticələr bizə göstərilir. Məsələn, deyilir ki, siz əgər təqvalı olsanız, Allah ən çıxılmaz vəziyyətlərdən çıxış yeri göstərər də sizə məsələn. Belə bir ayə var tutalım. Hər kəs təqvalı olsa, ona yerin göyün qapısı açılar məsələn. Biz bunu texnika kimi başa düşürük. Dərhal elə başa düşürük ki, bizə bir texnika göstərir. Yəni siz ruzi istəyirsinizsə, təqvalı olmalısınız ki filan. Yox, ayə təbii nəticəsini deyir. Deyir ki, təqvalı olsanız, nəticəsi belə olacaq. Siz buna görə eləmirsiniz. Siz elə işin özünə görə eləyirsiniz. Bu incə məqamı insan başa düşməlidir. Məzmun bu deməkdir. Məzmuna dönüş budur. Məzmunu düzəltmək budur. Sən baxırsan, görürsən ki, mən də gözəl işlər görürəm, filanlar. Bilirsiniz, indi daha çoxalıb da xeyir işlər, gözəl işlər, filanlar. Amma nə qədərində məzmun var, dürüst məzmun var, doğru məzmun var. Söhbət bundan gedir. Məzmuna qayıdış deyəndə bunu nəzərdə tuturuq. Siseron adında bir filosof var, qədim Roma filosofudur. Bizim eradan təqribən 100-cü ildə, bizim eradan əvvəl 100-cü ildə yaşayıb, 100-cü illərdə yaşayıb. Onun məşhur bir kitabı var. Ərdəm olmadan xoşbəxt olmayacaqsın. Adı belədir, adını belə qoyublar. Ərdəm olmadan xoşbəxt olmayacaqsın. Bu kitabın balaca bir kitabdır, 70 neçə səhifəli kitabdır. Mən bu kitabı gördüm, oxumaq istədim, amma əlim çatmırdı oxumağa. Onu bir oxucumda görmüşdüm. Ona yazdım, dedim ki, bu kitab nədən danışır filan filan, bu kitabın adı mənə lazımdır, amma bir məzmunla da istəyirəm də tanış olam. Ola bilsin ki, mən təlimimdə sizə nə qədər dəyər verirəm, onu izah eləməyə çalışıram. Dedim belə, o qədər həvəslə dedim ki, mən bu kitabı oxumaq istəyirəm filan. O dedi ki, mənim o kitabı sizə çatdırmaq imkanım yoxdur. Amma mən bu kitabı sizə yaza bilərəm. Özdə mən ona danışığımız əsasında demişdim ki, mən türkcə oxuya bilmirəm. Mən türkcə filmə baxıram, çox maraqlıdır, türkcə oxuya bilmirəm. Əsasən rusca oxuyuram, təzə başlamışam digər fərqli dillərdə. Amma türkcə oxuya bilmirəm. O insan bu kitabı həm tərcümə elədi, həm də yazdı mənə. PDF şəklində, düzdür, balaca 78 səhifədən ibarət idi. Mənə bu kitabı göndərdi və mən də bu kitabı bütünlüklə oxudum ki, burada sizə danışam. Balaca bir kitabdır, düzdür, çox belə böyütdüm. Burada Seron bir çox şeydən danışır və o şeylərdən biri də budur ki, deyir ki, ərdəm olmadan xoşbəxt olmayacaqsan. Ərdəm olmadan, Siseron buna çox təkid edir. Siseron ümumiyyətlə çox maraqlı bir müəllifdir. Onun bir başqa bir kitabı var. O Azərbaycan dilinə tərcümə olunmayıb. Başqa bir kitabı var, vəzifələr haqqında. Kitabın adı belədir, vəzifələr haqqında. Parça-parça tərcümələr gördüm Azərbaycanda, amma bütün kitab tərcümə olunmayıb. Siseron orada oğluna son ili, ömrünün son ili yazıb Siseron bu kitabı. Oğluna Markus adında oğlu olub, oğluna tövsiyələridir. Siseronun oğluna həyatla bağlı tövsiyələrdir. 3 hissədən ibarətdir. Baxın, kitab 3 hissədən ibarətdir. Birinci hissədə Siseron birinci hissədə bəhs edir ki, nə doğrudur? Nə doğrudur? İkinci hissədə bəhs edir ki, nə faydalıdır? Üçüncü hissə ən vacibdir. Üçüncü hissədə bu suala cavab verir. Doğru ilə faydalı toqquşarsa nə etməli?
Yəni düşünün, bir şey faydalıdır, amma doğru deyil. Üçüncü hissədə Siseron buna cavab verir ki, əlbəttə ki, doğrunu seçmək lazımdır. Yanlış, faydalı olan yanlış onun effekti olmayacaq. Onun bərəkəti bizim dillə desə olmayacaq. Sən o da əsaslandırır ki, nəyə görə insan doğrunu seçməlidir, yanlışla toqquşanda. Bu kitabda isə Ərdəm olmadan xoşbəxt olmayacaqsan kitabında Siseron buna təkid edir ki, məsələn, baxın, dedik dünya axı zahirlə məşğuldur, hə? Onun səbəblərindən biri də budur. Baxın, bu günləri xoşbəxtlik çoxunu heç əsrdə bu qədər eşitməyib insan. Xoşbəxt olmaq, xoşbəxtlik. Viktor Frankl mənim sevimli yazısım, görün xoşbəxtliyi necə deyirdi, görün necə dəhşət yanaşıb xoşbəxtliyə. Viktor Frankl deyirdi ki, sözə baxın, belə yanaşma olmayıb hələ, belə aşağılayıcı bir tonda xoşbəxtliyə yanaşan olmayıb. Frankl deyirdi ki, xoşbəxtliyi, qardaşım, doğru qurulmuş həyat tərzinin yan təsiridir. Dərman atırsan, yan təsiri olur da, məsələn. Deyir ki, xoşbəxtlik doğru qurulmuş həyat tərzinin yan təsiri. Siz nə düşmüsünüz o xoşbəxtliyin dalınca? Bütün bəşəriyyətin düşüb zorla, elə bir ki, mən bir dəfə yazmışdım ki, xoşbəxtlik efemer varlıqdır da, zərif kəpənəyin üstünə elə hücum çəkməzlər axı. Sən öldürəcəksən onu. Xoşbəxtlik elə bir şey. Sən sakit dayanmalısan, o gəlib qonacaq sənin çiyninə. Sən işini doğru görməlisən. Doğru qurulmuş həyat tərzinin yan təsiri. İndi burada Siseron bu kitabında deyir ki, sən ərdəm deyilsənsə, xoşbəxt olmayacaqsan. Nə deməkdir ərdəm olmaq? Ərdəmlik bir dərinlikdir. Ərdəmlik bir tutumdur, zərfiyyət. Sənin bir tutumun olmalıdır. Sənin bir məzmunun olmalıdır, sənin bir dərinliyin olmalıdır. Sən dayaz adamsansa, sənin xoşbəxtliklərin bir kibrit atəşi qədər olacaq. Olur, belə bir söz var, deyirlər ki, daimi xoşbəxtlik yoxdur. Xoşbəxtlik qırıntılardır filan. Məsələn, bu məsələni dayaz görməkdir. Mən deyirəm, var. Bayaq siz də danışanda işarə eləmək istəyirsiniz. Sanki adama elə gəlir ki, bütün sevinclərinin ardınca kədər gəlir, amma belə deyil. Siz məni təsdiqləyə bilərsiniz. Bütün sevinclərin ardınca kədər gəlmir. Biz Allahdan elə bir sevinc istəməliyik ki, belə bir dua var. Deyir ki, ilahi mənə ardınca kədər gəlməyən sevinc bəxş elə. Elə sevinclər var. Daimi bir sevinc. Daimi bir sevinc. Sən əgər ərdəm deyilsənsə, sənin xoşbəxtliklərin qırıntılar olacaq. Biraz xoşbəxt olacaqsan, sonra bir nəfər bir söz deyəcək, yenə bədbəxt oldu. Biraz xoşbəxt olacaqsan, yəni ərdəm, işin əslini həll etmək lazımdır. İşi içərdən düzəltmək lazımdır. Məzmunu düzəltmək lazımdır. Zorla zahiri plasta düzəldəcəksənsə, bir yağışa bənd olacaq. Təzədən qayıdacaq əvvəlki vəziyyətə. Ona görə dünyanı, insanı məzmununa qaytarmaq lazımdır. Məzmunla çox iş görmək lazımdır. Forma lazımdırmı? Əlbəttə ki, forma lazımdır. Mən keçən təlimlərindən birində bu haqda danışmışdım. Mən uclarda gəzən adam deyiləm. Bəzən təəssüf ki, bəzi fikir adamları uclarda gəzirlər. Məsələn, ya məzmunu çox şirdirlər, forma deyirlər, lazım deyil, ya formanı çox şirdirlər, məzmun deyirlər, lazım deyil. Halbuki yox, orta yol. Əlbəttə ki, forma da lazımdır, forma da çox mühümdür, olmalıdır, amma əsas məsələ budur ki, bu günləri insan məzmunu unudub. İnsan forma ilə məşğuldur. Ona görə insanı məzmuna qaytarmaq lazımdır. İnsan deyəndə biz özümüzü məzmuna qaytarmalıyıq. Dünyada bir proses var, efemizm. Nədir efemizm? Lüğəvi tərcüməsi belədir, yumuşaq danışıram. Efemizm. Məsələn, deyir ki, indi trenddir də bu mövzular, deyir ki, kar deməyin, eşitmə əngəlli deyin. Nə qəşəngdir, hə? Nə bilim, kör deməyin, filan deyin, efemizm. Bu çox populyarlaşıb. Yaxşıdır da, formadır. Amma bəzən bu efemizmlərin içində görür ki, məzmun yoxdur. O qədər ancaq zahiri plasda. Adam burasında
O eşitmə əngəllini görəndə əsəb keçirdir məsələn. Amma dilində yenə deyir ki, eşitmə əngəlli. Budurmu məsələ? Biz yəni qüvvəti qoymuşuq ora, ancaq yaxşı danış, yumşaq danış, mehribanla. Amma burada söhbət nədən gedir? Burada məsələ nədir? Tutalım məsələn navigator var. Navigatorun səbrini görmüsünüz də. Məsələn gedirsən, səhv edirsən, onu eşitmirsən, keçirsən. Af, sən də məni dinləmədin falan. Belə deməz. Təkcə yüklənəcək, yeni bir yol göstərəcək. Axıracan göstərəcək, axıracan. Navigator adam, mənim bir yazım var idi belə. Navigator adam. Müəllim deyirdi ki, belə texniki avadanlıqlar insanın səbrinin sərhədlərini göstərmək üçündür də. Yəni insan əslində bura çata bilər. Göstərir ki, bax insan belə ola bilər və daha dəyərli olar. Niyə görə? Çünki bu robotdur, operatordur da. Amma insan təsəvvürlə deyirsən, danışırsan, falan deyirsən, adam gedir belə. Deyirsən, yenə oturursan, danışırsan. Mən bunu bir nəfərə həsrətən etmişdim bu yazını. Bir rəhbərlik var idi. Mən tələbə vaxtı bir şuluqluq eləmişdim. Müəllim demişdi ki, rəhbərliklə görüşməlisən. Rəhbərliklə görüşmədən gəlmə. Mən öz aləmdə haqlıydım, o üsyankar tələbələr kimi falan. Və gəldim müdiriyyətlə görüşməyə. O da çox belə əslində heybətli, sərt filan, deməm, belə bir adam idi. Oturduq, başladı mənə danışmağa. Bir 15-20 dəqiqə danışdı. Danışdı, izah elədi də, nə belə, doğru nədir, yanlış nədir falan. Qutarandan sonra mənə dedi ki, başa düşürsən də mənə. Mən də coşdum, dedim ki, heç nə başa düşmürəm, heç nəyi də qəbul eləmirəm falan. İndi gözləntim budur ki, bu deyəcək ki, belə, mən deyəcəm, qırğın düşəcək. Adam var, dedi ki, şey yoxdur. Bir də tezdən izah eləyərəm. Mən əridim də, belə sındım əməlli başlayır deyəndən sonra. Az qaldım deyəm ki, ehtiyac yoxdur, başa düşdüm o. Bundan əvvəlki söhbətlər başa. Yoxdur, nə olsun ki, başa düşmədən bir də izah eləyərəm. O şeydə adam, navigator adam. İnsanın, müəllim deyirdi ki, çata biləcəyi zirvəni göstərir əslində. Bax, insan belə ola bilər ha. Dəfələrlə çıxırsan sözündən, dəfələrlə gedirsən əksinə. Məsələ bu deyil, yenə sənə yol göstərir. Təkcə bu deyil. Yenə eyni tonda çətin məsələdir. Zülm, şəxsən öz adıma deyirəm, çox çətin adamlar var. Çox adamı, yəni nə qədər səbrini basırsan, nə qədər şey edirsən. O iradəvi narahatlıq başqadır. Ya. Müəllim bəzən iradəvi qəsdən əsəbləşər, narahatlıq yaradar ki, vəziyyət düzəlsin də, nəsə dəyişsin qarşı tərəfə görə. Amma özündən çıxmaq, mən həmişə deyirəm ki, özündən çıxmaq başqa şeydir. Mən insana yaraşdırmıram onu, deyir, özümdən çıxdım. Bir var əsəbləşdim, bu iradəvi bir şeydir. Qərar verdim ki, burada əsəbləşmək var. Bir də var ki, özümdən çıxdım. Navigator adam olmaq. Səbirlə deyir, yenə səbirlə izah edirsən, yenə səbirlə izah edirsən. Bu onu göstərir ki, sən məzmununu düzəltmirsən. Məzmununda işlər qaydasındadır. Yoxsa 2 cəhddən sonra sən hövsələn daralırsa çıxsan, deməli yağış yağdı və bütün rənglər töküldü də, deyir bir yağışa bəndər. Deməli məzmununda görüləsi işlər çoxdur. Forma məzmun bəhsi, bax belə bir bəhsdir. Təsəvvüfdə, İslam əxlaqında təkəbbür və ücüb anlayışları var. Eşitmişsiniz də? Təkəbbür və ücüb. Təkəbbür nədir? Təkəbbür yekəxanlıqda bilirsiniz. Təkəbbür deyirlər ki, ücübdən yaxşıdır. Təkəbbür budur ki, insan yekəxanadır və elə özünü yekəxana kimi də aparır. Gəlir, məndən yoxdur da, mən belə, mən falan. Amma ücüb nədir? Gizli təkəbbürdür. Yəni, zahirdə əli sinəsindədir, zahirdə sizdən yoxdur, siz çox dəyərlisiniz falan. Amma bir dənə quyruğuna bas, onda görəcəksən o kimdir. Tamam dəyişdi, başqa şey. Yəni, içində insan özünə böyük, yüksək dəyəri var insan. Mən dəyərliyəm, mən xüsusi diqqət görməliyəm, mən beləyəm. Zahirən şey deyirsən, deyir, yox, mən bir heçəm, məndən yoxdur. Görürsünüz, zahiri plasda, əli də həmişə sinəsindədir, qurban olaram. Başda dönərəm, filan. Bu deyil məsələ. Sonra deyirsən, nə yaxşı, nə mədən falan. Amma bir dənə amandır, bir dənə filan şey, filan. Görürsən ki, hansısa formada o özünü göstərir ki, o bu deyil. Ücüblü insanlar.
Yenə gəldik, bax görürsüz, forma məzmun söhbətinə. Deyir ki, yox, ücüb İslam əxlaqında təkəbbürdən daha betərdir. Əslində əksi olmalıydı axı. Təkəbbür həm təkəbbürlüdür, həm onu göstərir. Amma ücüb eləyən adam ən azından onu göstərmir də, zahirdə belə deyir, o daha təhlükəlidir. O insanın içindən yeyir. Onu düzəltmək lazımdır, məzmunu düzəltmək lazımdır. Düzəliş məzmundan başlamalıdır. Ona görə məzmun çox vacibdir, çox əhəmiyyətlidir. Deməli, nədən danışdıq? Dünya deyirik ki, dalana dirənib. Dünya çox dəhşət bir yerə gəlib. Dindarı, dinsizi, ateisti, teisti, hamını götüründə, yəni hamı bu şeyin içindədir. İnanın ki, hər şey, hamı bunun içindədir. Elə bir vəziyyətə gəlib ki, yəni çox çətinləşib vəziyyət. Bəs nə etməli? Nə etsək biz düzəlməyə doğru gedə bilərik? Bugün iki şeyə toxunmaq istədim. Birincisi budur ki, insan özünə qayıtmalıdır. Özü ilə məşğul olmağa, özünü dəyişməyə, özündə bir pay görməyə qayıtmalıdır. İnsan özünə qayıtmalıdır, birinci məsələ budur. İkinci məsələ də budur ki, insan məzmununa dönməlidir. İnsanlar məzmunlarını buraxıblar, hamı forma ilə məşğuldur və nəticə etibarilə dünyanın vəziyyəti gəlib belə bir yerə çıxıb. Dərinliyə, məzmuna qayıtmaq lazımdır. Bax, belə bir şey danışmaq istədim sizlə. Bilmirəm nə qədər faydalı oldu. Ümid edirəm özümə, sizə faydalı oldu və ümid edirəm ki, burada qalmır söhbətlər və dünyanın dəyişməsində, bayaq danışdığımız kimi də bütün bu cəhdlər akkumulyativdir. Dünyanın xeyir gözünün, tərəzinin xeyir gözünün ağırlaşmasında ümid edirəm ki, bu təlimlərin, bu çıxışların, söhbətlərin də faydası var. Təşəkkür edirəm məni dinlədiyiniz üçün, minnətdaram sizə. Alqışlayın.